Bugünkü gündə abituriyentlərin ən böyük problemi iradə zəifliyidir. İradə zəifliyi dedikdə biz nəyə nəzərdə tuturuq? Yəni 70% uşaqlarda bu problem var. İradə zəifliyi dedikdə, yəni sən bir abituriyent olaraq, universitetə hazırlaşan gənc olaraq özünə yox deməyi bacarmalısan. Nələrdənsə özünü məhrum etməlisən. Əyləncələrdən qalmalısan. Mən demirəm ki, elə 2 il dayanmadan sən dərs oxu. Amma heç olmasa özünə bir yerdə dur deməyi bacarmalısan. Bu smartfonlardan qurtulmalısan. Oyunlardan, nə bilim, bu əyləncələrdən, TikTokdan, Instagramdan hamısını öz yerli yerində işlətməyi bacarmalısan. Yoxsa bir abituriyent gününün 4 saatını, 5 saatını, 6 saatını smartfonda keçirirsə, yəni telefonlarda, artıq burada biz hansı nəticədən danışaq, günahı kimin üzərinə ataq? Deyək ki, müəllim pisdir, nə bilim, hazırlıq fayda vermir, uşağın bazası zəifdir. Bunlar hamısı boş bəhanələrdir. Gününü 6 saat, 7 saat telefonda keçirən bir abituriyentin nəticəsi onsuz da olmayacaq. İstəyir bazası olsun, istəyir bazası olmasın. Və uşaqlar adətən bir söz işlədirlər ki, məsələn, baxıram nəticələrdə kimsə riyaziyyatı zəif yazıb, bildirir ki, müəllim, mənim əvvəldən riyaziyyatım zəifdir. Və yaxud da kimsə fizikamı zəif yazır, deyir, mən əvvəldən fizika oxuya bilmirəm. İndi sən əvvəldən bunu eləyə bilməmsən deyə, indi də eləməməlisən deyil axı. Hazırlıq elə nə üçündür? Əvvəl edə bilmədiyimi, indi eləyə bilim deyə. Yoxsa sən bütün gününün 5 saatını, 6 saatını smartfonda keçirsən, onsuz da sənin bazan olsa da heç nə eləyə bilməyəsən, olmasa da eləyə bilməyəsən. Ən birinci hazırlığa biz başlayanda mütləq şəkildə özümüzə bir dur deməyi bacarmalıyıq. Yəni günümüzün 4 saatın, 5 saatın, 6 saatın telefonda keçirməməliyik. Yoxsa biz heç bir nəticədən danışa bilmərik.